Davam edək 2.2 ilə. Rum say sistemində V ədədi, daha doğrusu V hərfi hansı ədədi bildirir? Bu ədəd bildirir 5-i. Üçüncü olacaq A variantı. X hansıdır? X 10-dur. C 100-dür. D 500-dür. M isə 1000-dir. Bir də L var. L-dəki 50-ni bildirir. Rum rəqəmləri ilə yazılmış LX ədədinin onluq say sistemində. Əgər baxın bu şəkildə olanda, yəni böyükdən kiçiyə doğru, L nəyi bildirir? 50-ni bildirir. X 10-u bildirir. Əgər böyükdən sonra kiçik gəlibsə, bu zaman normal bildiyimiz toplama ilə toplayırıq. Yəni 50-nin üzərinə 10 gəlirik. Deyir 60. Düzgün cavab olacaq 60. Burada C X5. C bildirir 100-ü, X bildirir 10-u, V da bildirir 5-i. 115. Bu baxsaq ki, sıra ilə gedir. Yəni böyükdən kiçiyə doğru gedir. Onda 100, sonra 10 gəlir, sonra 5 gəlir. Onda normal bildiyimiz qayda ilə toplayırıq. Bu da olacaq 115. CXX yenə də 100, 10, 10. Onda sıra ilə toplayırıq. 100, bu da 10, 110, yenə 10, 120. Düzgün cavab olacaq A variantı. C bildirir 100-ü. D bildirir 500-ü. Aha, nə baş verdi? 100-dən sonra 500 gəldi. Kiçikdən sonra böyük gəldi. Mən dedim ki, normal standart qaydada böyükdən sonra kiçik gələndə toplayırıq. Amma kiçikdən sonra böyük gələndə bu zaman nə edirsiniz? Kiçiyin qarşısına mənfi atırıq. Yəni 100 yazacaqlıqsa, 100 üstə gəl 500 yazacaqlıqsa, yazırıq mənfi 100 üzərinə gəlsin 500. Və sonra 3 dənə 1 gəlir. Elə bunu birbaşa 3 də yaza bilərik. Burada olacaq mənfi 100 ilə 500 toplayın 400. Bu da 3 eləyəcək 403. Aha, belə bir ədəd verilir. Baxaq. M, D, C, X, C, V və 2 dənə xət. Demək, M bildirirdi nəyi? Mini. D bildirir 500-ü. C bildirir 100-ü. X 10-dur. C 100. V 5-dir, bu 2-dir. İndi baxsaq ki, 1000 gəlir, 500 gəlir. Aha. Bu 3-ün gəlin 1 götürək, 3-ün 1 götürək və yaxud da ayrı-ayrı da baxa bilərik. Mən 3-ün 1 götürürüm, bu hissəni 1 çevirim, bu hissəni 1 çevirəcəm. Demək, 1000, 500, 100. Bu eləyəcək 1000, üzərinə gəlsin 500, üzərinə gəlsin 100. Və baxsaq, ondan sonra 100 gəlib. Onda kiçinin qarşısına mənfi atırıq. Mənfi 10. Üzərinə gəlsin 100, üzərinə gəlsin 5, 2, bu da olduğu kimi qalır. 1500, 1600. 1600, üzərinə gəlsin 100-dən 10 çıxanda eləyir 90. Bu da 7, eləyir 97. 1697, düzgün cavabı C variantı. İndi bizdən əksini istəyir. Yəni rəqəmi verib, daha doğrusu ədədi verib, Rum rəqəmi ilə istəyir. 1294 istəyir. Bir dənə qaydada yadda saxlamaq lazımdır ki, Rum rəqəmlərində bir hərfdən 3 dəfə istifadə etmək olar maksimum. 4 dəfə istifadə etmək olmaz. Bu, məsələn, A variantında görürük ki, X hərfindən 4 dəfə istifadə ediblər. Bu, avtomatik səhvdir. D variantı normaldır. B variantı da normaldır. C variantı da normaldır. Y variantında da problem yoxdur. İndi keçək çevrilmələrə. B variantında yazıb MMCXL5. Ya variant üzrə yoxlayın, ya da özünüz keçirdin. Mən indi özüm çevirəcəm. Yəni mini ifadə edirəm M-lə. 200-i ifadə eləmək üçün 2 dənə 100 yazıram. 94-ü də 94-ə ən yaxın ədəd 100-dür. Onda 90-ın əvəzinə yazım 100 çıxın. 100 çıxını da yazmaq üçün gərək bura bir dənə X atım. Burada bir dənə C yazım ki, bu ifadə mənə 90-ı versin. Yerdə qalır 4. 4-ə də ən yaxın tanıdığım Rum rəqəmi V hərfidir, yəni 5-dir. 4 almaq üçün də qabağına bir dənə 1 atmalıyım. Bu da olur belə. Olur MCC, XC, 1 və V. MCC, XC, 1 V. Üçün cavab Y variantı. 589 ədədini deyir, ifadə edin. Variantlarda D variantı səhvdir. Bir hərfdən 4 dəfə istifadə olunub. Bunlarda problem yoxdur. İndi 500 bildiyimiz kimi D-dir. 89-a da ən yaxın 100-dür. Onda 80-i almaq üçün 100 çıxılsın 10, çıxılsın 10 yazmalıyım. Yəni 2 dənə X gəlməlidir. Bura C gəlməlidir. Bu elədir 80. 580, 7 qalır 9. 9-a da ən yaxın tanıdığım Rum rəqəmi 10-dur.
Ondan 1 çıxanda 9 edir. Onda bir yazım bura. Burada bir dənə x yazım. Bu məndə olsun 589. Düzgün cavab olacaq B variantı. Bu da say sistemlərinin 2.2-si. Növbəti videoda da 2.3-ün izahını verəcəm.